Ali Məhkəmədə xuliqanlıqda təqsirləndirilən Azər Rızayevin barəsindəki qərardan verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb. Məlumata görə hakim İlkin Rəcəbovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən kassasiya şikayəti təmin edilməyib. İttihama görə Azər Rızayev 3 oktyabr 2024-cü il tarixində saat 19 radələrində paytaxtın Sabunçu rayonu ərazisində yerləşən zərərçəkmiş Kənan Kərimova məxsus mağazaya daxil olub. Sonra təqsirləndirilən şəxs zərər çəkmiş şəxsin onun evinə gələn şəxslərin fotoşəkillərini çəkdiyini iddia edib. Kənan bunu inkar edib. Anar isə hadisə yerində olan fincanla onu vurub. Bu zərbə nəticəsində Kənanın sol alın təpə nahiyəsində əzilmiş, cırılmış yara əmələ gəlib. Məhkəmə tibbi ekspertizasının rəyinə əsasən xəsarət sağlamlığın qısa müddətə pozulmasına səbəb olub və yüngül dərəcəli bədən xəsarəti kimi qiymətləndirilib. Sabunçu rayon məhkəməsinin hökmü ilə o 2 il müddətinə azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə apellyasiya şikayəti təmin edilməyib. Daha sonra məhkumun müdafiəçisi tərəfindən həmin qərardan kassasiya şikayəti verilib.